Mr. House Gaming'den hamıya salamlar. Bugün maraqlı və bir o qədər də qorxunc sayıla biləcək bir hekayə ilə qarşınızdayım. Bu videoda Roblox'ta olan qorxunc bir Tycoon hekayəsini danışacağım. Roblox Sandbox oyun növündə ən çox bilinən və ən çox oynanan oyunlardandır. Azərbaycanda da həddindən çox oyunçusu olduğunu etiraf etmək lazımdır. Oyunçularının böyük bir hissəsinin azyaşlı olması səbəbilə oyuna olan nəzarətin yüksək səviyyədə olmasını gözləyə bilərsiniz. Amma bəzi insanlar burada uyğunsuz şeylər də paylaşa bilərlər. Uyğunsuz adlandıra biləcəyimiz Tycoonlardan biri də Sarahın evidir. Bu Tycoonun kimin tərəfindən nə məqsədlə hazırlandığı dəqiq bilinmir. Oyunda Sarah adlı bir qızın getdiyi məktəb və yaşadığı ev var. Oyuna Sarahın oxuduğu məktəbdə başlayırıq və burada oyunda olan bəzi qaydalarla tanış oluruq. Oyunda Sarahın adını yazmaq olmaz, gördüklərini paylaşmaq olmaz və bu oyunu ciddiyə alıb oynamalıyıq. Bir oyun üçün belə qaydanın olması biraz qəribədir. Məktəbi gəzdiyimiz zaman idman zalının arxa tərəfində olan zibil qutusundan qışqırıq səslərinin gəldiyini eşidirik. Səslərdən bu oyunun digər Tycoonlardan fərqli olduğunu başa düşürük. Bu qutu kilidlidir və açarını oyunun sonlarına yaxın əldə edə biləcəyik. Sarahın evinə gəldiyimiz zaman evin qarşısında bir maşının olduğunu görürük. Bu maşın ilk baxışda sıradan görünə bilər, amma diqqətli bir şəkildə baxdığımız zaman altında 2008 gizləndiyini görürük. Bu çox qəribə və bir o qədər də qorxuducu səhnədir. Evin içinə baxdığımız zaman evdə heç kimin olmadığını görürük. Oyunda ən önəmli detal daxmada yerləşir. Daxmanı alıb içini araşdırdığımız zaman burada klik düyməsi ilə gedə biləcəyimiz başqa bir otağın olduğunu kəşf edirik. Həmin otağa daxil olduğumuz zaman divarlarda üzü çıxarılmış qız şəkillərinin olduğunu görürük. Bu qızın Sarah olduğunu təxmin edirik və eyni zamanda maşının altında gördüyümüz adamın şəkilləri də burada yer alıb. Otağın divarlarında olan bir başqa detal isə 2 iyun yazısıdır. Bütün bunlar barədə videonun sonunda ətraflı bir şəkildə danışacağam. Bu otaqda bizə ən lazım olan şey məktəbin arxasında olan qutunun açarıdır. Açarı əldə etdikdən sonra geriyə qayıda bilmədiyimizi görürük. Burada bizim köməyimizə oyunun əvvəlində öyrəndiyimiz bir məlumat çatır. Oyunda Sarah adı yazmaq qadağan idi. Bunu etdiyimiz zaman oyun bizi gizli bir otağa atırdı. Bu otaqda şəkillərdə gördüyümüz həmin adam əlində silahla bizi qarşılayır. Divarda da yenə 2 iyun yazıldığını görürük. Gizli bir yolla otaqdan çıxaraq yenidə məktəbə qayıdırıq. Açar ilə qutunu açdığımız zaman dəhşətli bir mənzərə ilə qarşılaşırıq. Qutudan Sarahın kəsilmiş başını tapırıq. Bundan sonra oyun bitir və sonda bir ünvan, bir də belə bir not qalır. Sən bunu oxuduğun zaman hər şey üçün gec olacaq. Araşdırmamıza ilk olaraq ünvanla başlayaq. Ünvan ABŞ-ın New Bern şəhərində yerləşir. Google Maps-dən həmin ünvanı yaxınlaşdırıb baxdıqda özəl mülk olduğunu görürük. Bu ərazidə itkin düşmüş insanları araşdırdığımız zaman maraqlı bir faktla qarşılaşırıq. 2015-ci ildə fevralın 4-də burada Sarah Graham adlı bir qızın yoxa çıxdığını öyrənirik. FBI-ın axtarışda olanlar siyahısında olan Sarah Grahamdan bu günə qədər xəbər alınmayıb. 18 yaşlı Sarah Grahamın işə gedərkən istifadə etdiyi avtomobili tərk olunmuş şəkildə yol qırağında tapılıb. Bu da onun qaçırıldığı iddialarını qüvvətləndirmiş olur. Amma bir şey də etiraf etmək lazımdır ki, Sarah Grahamın şəkli ilə Tycoonda olan Sarahın şəkli bir-birinə bənzəmir. Həm də divarlarda gördüyümüz iyunun ikisi ilə tarixin uyğunlaşmadığını görürük. Divarda olan bir digər şəkildə isə Sarahını izləyən personajın real həyatda bir daxmanın önündə çəkdirdiyi şəkildir. Bu da bu oyunu hazırlayanla Sarahını real həyatda izləyənin eyni adam olduğunu göstərir. Bəlkə də Sarahını real həyatda izləyən adam Roblox'a Tycoon hazırlayaraq onu necə qaçıracağının planlarını qururmuş. Bəlkə də həqiqətən etdiyi cinayəti bizə göstərməyə çalışırmış. Ya da heç etmədiyi bir şeyi sırf diqqət cəlb etmək üçün Tycoon olaraq hazırlamışdır. Əlimizdə dəqiq bir sübut olmadığına görə bu suallar hələ uzun müddət cavabsız qalmağa davam edəcək. Bu videonun da sonuna gəlmiş olduq. Bura qədər izlədiyinizə görə minnətdarım. Videonu bəyəndinizsə like edib kanala abunə olaraq dəstək ola bilərsiniz. Gələn videolarda görüşmək ümidi ilə sağ olun.